Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar, bizim gözəl, daimi tamaşaçılarımız. Bu gözəl bayram münasibəti ilə öz adımdan və komandamız adından hamınızı ürəkdən təbrik edirəm. Neçə belə gözəl illərə, uğurlu illərə çıxasınız. Hamınızın evlərinə ruzi bərəkət arzu edirik bu gözəl bayramlarda. Həmişə olduğu kimi bugünkü verilişimizin də gözəl həkim qonaqları var və musiqili qonağımız var. İstəyirəm həkimlərimizlə sizi tanış edim. Daha dəqiq desə həkimlərimiz yox, masajistlərimizdir bugünkü qonaqlarımız. Hardasa dərinliyinə geçsək, masajistlər də hardasa insanın ruhunu müalicə edən insanlardılar. Buyurun, özünüzü təqdim edin. Bugünkü həkimlərimiz Abgül bəy və Gülab xanımdır. Sizə təşəkkürümü bildirirəm səhər tezdən durub bizim verilişimizə gəldiyinizə görə. Və gözəl bir musiqili qonağımız olacaq. Atam oğlan, özüm oğlandır. Düzdür, hələ verilişə gəlib çatdırmayıb özünü, rayondan gəlir. Ona da təşəkkürümü bildirirəm ki, bizi sahib seçib səhər tezdən rayondan durub bura gəlir. Düzdür, Respublikanın nə xalq artistidir, nə də əməkdar artistidir. Təşəkkürümü bildirirəm ona da. Atam, çox sağ ol ki, bizi sahib seçib məhz bizim verilişə gəlirsən. Təşəkkürümü bildirirəm, çox sağ olun. İndi isə istəyirəm söhbətimizi, səhərimizi bizim gözəl masajistlərimizlə başlayım. Öz işiniz barədə xahiş edirəm, məlumat verərdiniz. Abgül bəy, nə işlə məşğul olursunuz? Harada çalışırsınız? Mən futbol klubunda masajistim. Nə gözəl. Buyurun, Gülab xanım, siz də təbrik eləyin tamaşaçılarımızı, bayramlarını təbrik eləyin. Buyurun, öz işiniz barədə məlumat verərdiniz. Bilirsən, xanım, daha bugün təbrik eləyir də mən nə danışım. Amma gecə klubunda işləyirəm. Təşəkkürümü bildirəm, çox sağ olun. Və daha bir gözəl nəğmə, musiqili qonağımız var. Xahiş edirəm, siz də özünüzü təqdim edin. Düzdür, adınızı biraz unutmuş ola bilərəm. Amma siz yenə də tamaşaçılarımızı salamlayın, özünüzü təqdim edin. Buyurun, eşidirik sizi. Sən məni tanımadın. Mən səninlə bir toyda olmuşam. 2 dəfə səninlə palatkada olmuşam. Sən də oxuyırdın özə. Mən salamlayıram buradan. Bütün mənim dostlarım var, qardaşlarım var. Hamısı mən salamlayıram onları. Yaxşı da qardaşlarım var. Sabah ola bilsin, yatıblar, mənə baxmayıblar. Amma gedən kimi hamısı zəng quracam, deyəcəm, yazacaq bu verilişi də. Mənim adım Cəfərquludur, bilməyənlər üçün deyirəm. Cəfərqulu Naumid. Üzr istəyirəm, niyə məhz Naumid? Naumid açmadı şeyi. Çoxu mənə deyir. Mən özüm bilə-bilə müyü beləncik qoyum. Göstərmir ki mənə. Göstərmir. Mən özüm müyü bilə-bilə beləncik qoymuşam Naumid. Maraqlansınlar. Naumid. Naumid nə deməkdir? Ucu göstərir. Mən ucu görəcəm ki, tutuzdururam yavaş-yavaş da mahnım Raskutkam yadımdan normal gedir. Ucu Naumidi götürəcəm, bir dənə normal ləqəb qoyacam. İşim aşacaq Allah qoyacaq. Təşəkkürümü bildirəm. Çox sağ olun. Sizinlə də söhbətinizi davam elətdirəcəyik. İstəyirəm Abgül bəyə bir sual verim. Hansı klubda çalışırsınız? Ümumiyyətlə işiniz çətindirmi? Bilirsiniz, mən çox güclü masajistim. Bir çox futbol klubları məni çağırıb. Azərbaycanla Portuqaliya futbol oynayanda getdim Ronaldonu masaj elədim. İnanırsa türklərin bir sözü var, bayıldı. Bayıldı. Valla, gəldi mənə nəticə yaxşıdır. Gedək məni ilə Madriddə işlə, Real Madrid klubunda işlə. Açığı, nə gizlədim istəyən, gedmək istəyirdim. Ən böyük arzularımdan biridir ki, Madriddə işləmək. Amma həyat yoldaşım icazə vermədi mənə. Çox gözəl. Sizə belə bir sual vermək istəyirəm. Milli komandada siz bütün komandayla çalışırsınız, yoxsa xüsusi bir personalla? Yox, bilirsiniz, milli komandanın oyunları oldu. Mən yalnız Kamran Ağayevlə işləyirəm. Əlləri pişir, əzilir, hətta heç yadımdan çıxmaz. Bir dəfə Ronaldo ilə aram açılanda Kamrana görə acıladım onu. Niyə? Adı baxmır eləmir, hardan gəldi vücudu deyir qapıya. Kamranın da əlləri əzilir axı. Bu belə deyir, bax əli, yox sən, əlinə deyir belənçiyinə, əzdirim onun əli. Biz oynamışıq futbol, biz də müəlliməliyi oynamışıq, bilirik də futbolun nədir. Gedmişik qıraqla, düzdür mən oynamamışam, top daşımışam da arxada, amma görmüşəm də futbolun olan şeydir. Uclayır hardan gəldi, özünü qoyub gicliyə. Olmaz axı belə. Kim ya? Ronaldo? Hə. Ay yoxuşun başını dövündə, nə o bura gəlib? Siz onu dedim. Ümumiyyətlə bilirsiniz, meydançada elə oyuncularımız var ki, təsadüfən gol olmasa, bilinmir ki, stadionda var bir insan, yoxdur. Çox sağ olun. Belə bir sual vermək istəyirəm sizə Abgül bəy. Ümumiyyətlə işiniz çətindirmi? Конечно. Asan düş yoxdur. Ümumiyyətlə asan düş yoxdur. Amma etiraf edirəm ki, Gülyan işi məndən də çətindir. Təşəkkürümü bildirəm. İstəyirəm Gülab xanımla söhbətimizi davam elətdirək. Gülab xanım, siz öz işiniz barədə biraz məlumat verərdiniz. Dediyinizə görə gecə klubunda çalışırsınız. Buyurun, eşidirik. Mən hansı çəkir?
Sən uzaqdan çək də, çox yaxına gəlmə. Özümü idarə eləyəmirəm bir də görsən. Mən gecə klubu de, xanım, istəyirsən sauna de, hamam de. Sadəcə olaraq mənim işim biraz gec başlayır da, açığı. Yəni bu Abgül zarafatla deyir ki, gecə gedirəm axı. Gecə klubuna gedirsən. Üzr istəyirəm, siz Abgül bəylə həm də yaxın dostsuz, mən belə başa düşdüm. Yox, Gülə mənim həyat yoldaşımdır. Ay, Ərindir? nə gözəl. Həyat yoldaşımdır mənim. Ay, nə gözəl, nə Bilirsiniz, gözəl. bizdə iş rejimi elədir ki, məsəl üçün, səhər-səhər mən işə gedəndə görürəm Gülə gəlir. Deyirəm, hardaydın? Hardaydın sən? Qoyam mən yaxın gəlməm. Gözünün odunu alıp o. Sıxır o. Hə, amma ki, mən işə qaydanda... Gülə, bəs istəyirəm. Televizyon. Mən işə qaydanda... Efirdiyəm, yığaram çayı. Yığaram, efirdiyəm. Lidere var, yığaram çayı. Qaqa, Efirdə sizi. danışır, Üzr istəyirəm, davam edeyim, Mən buyurun. işdən evə gələndə görürəm artıq Gülə hazırlaşıb, dincəlib, evdən gedir. Ha, lidere bak da ne lidere? Üzr istəyirəm, Cəfərqulu bəy, efirdəsiz. Bağışlayın mən. Allah sizi mehriban eləsin, həmişə belə mehriban olasınız. Gülab xanım, ümumiyyətlə işiniz çətindirmi? Çətin sənət seçmisiniz, başa düşürəm. Bu barədə biraz tamaşaçılarımıza məlumat verərdiniz, xahiş edirəm. mən danışıram, qulaq as. Oranı çox göstərirlər, mən orada oturum. Gid oturdu orada da, gid oturdu orada da. Yaxın olmaq istəyir də, qoy olsun yazıq. Gülab xanım, buyurun, sualıma zəhmət olmasa cavab verərdiniz. Çətin, çətindir. Yəni, hər iş kimi çətindir də. Yəni, nə deyim sizə? Məsələn, gündə olur ki, 10-15 nəfəri masaj edirsən də. Özdə hərəsi bir şey danışır, bir mövzuda danışır. Məcbursan onlarla danışasan. Qaçsanı söhbətlər eləyirlər. Mən də olur, toyda görsən, bir də görsən, qaçsanı söhbət klient Qaqa, çıxır. danışırdım, Bağışlayın. Dən maraqlı əhvalat danışır da, yəni. Xanım, təşəkkürümü bildirirəm. Xanım, maraqlı əhvalat deyirəm. Buyurun, buyurun. O söhbət danışırsan. Danışın, buyurun. Gülə, bəs də incidir axı, insan sən axı. Sən dedin də Gülə. Özür uzatsan, nə bilmirsən mənə. Yavaş ol da sən də üzür məni. Bu qız kimi güllü ya. Gülab xanım, buyurun, davam eləyin, buyurun. Maraqlı əhvalat, deməli, bunların klublarının birinin klienti futbolistlərdən biri. Bəli, bəli. Gəlib ki, məni masaj elə. Nəysə də mən də bunu masaj eləm. Mən qayıdıb deyir ki, sən Abgüldən yaxşı masaj Ay, nə gözəl, nə gözəl. Tanıyır da məni. Yerimiz dəyişək istəyirsən. Yox. Gəlim orada sizin hamınızı masajlayım da. Nə gözəl, nə gözəl. O da qayıtdı ki, sən Allah qoy oturmuşaq, onsuz da oynaya bilmirik. Sən o zaman bir oynayanmarıq. Təşəkkürümü bildirirəm. Çox sağ olun Gülab xanım. Cəfərqulu bəy, sizə zəhmət olmasa öz işləriniz barədə tamaşaçılarımıza biraz məlumat verərdiniz. Xanım, siz bunu Gəlim öz yerimdən danışım. Ora biraz narahatdım. Mən özüm müğənniyəm, bilirsiniz, bildiyiniz kimi. Mən toyum da çox olur randa. Mən moy var, bir şey yoxdur. mən görsən randa düşür toy klient. Bakıya çox gəlmirəm. Bakı, bunu görsən nə günə qalıb, ailədirlər də. Qaqa, O görə mən Bakı toyunu çox götürmürəm. Qaqa, sən masaja gəl. Sən masaja gəl. Allah qoy, çağır. Xahiş edirəm. Öz işləriniz barədə biraz məlumat verərdiniz. Son mahnılarınız Mən barədə. axırıncı mahnım tutuzdurub. Mənim mahnım partladıb, bütün Rusiyasından belələm, Urengoyuna geçsən, Svirlovski, Novosibirsk, hamısı mənə istəyirlər. Prosta indi bilətcad, biraz zaqranım düzəlib, mən işlərim orada alınacaq. Mənim pəri mahnım var, 4 dəfə pəri Ay, nə deyirsən. gözəl. O sizin mahnınızdır. Mənim mahnımdır. Nə gözəl, nə gözəl. Masajda var o. Hə, görsən, bunlara qeyib çıxıb. Mümkündürsə səhər tezdən bilirəm çox çətindir. Canlı ifa eləyə bilərsiniz bu mahnını. Nün eləmirəm. Balaca bir bənd. Mən üçün canlının problemi yoxdur. Mən dostlarım var, bir də görsən otururlar, yirlər, çillər, gecə saat 3-dür, 4-dür. Yığırlar mənə, dur qaç bura. Dur qaç göyərçin kafesinə, Nə dur qaç gözəl. marala. Oxu bir dənə kabinetlərə otururlar 4-5. Canlı bunlar üçün bir Çox saat gözəl. çağırırlar. Buyurun, ifa eləyin mahnını, buyurun. Aşka. Pəri, 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 gəlmə bəd nəzəri, gəl çıxar sahilə, seyrədək səhəri. Pəri, 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 görmə bəd nəzəri, gəl çıxar sahilə, seyrədək səhəri. Təşəkkürümü bildirirəm. Çox sağ olun. İndi isə mahnını zəhmət olmasa tamaşaçılarımız üçün. Diskdən? Orada qardaşa bir dənə o disk verdim, onluqla bir yerdə. O diski bir dənə taq ora. Biz də gözəl rəqslə Tam verişimizi ozu davam elətdirək. rəqsə dəvət edirəm.
Peri 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 görme bed nezeri. Peri 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 görme bed nezeri. Peri 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 görme bed nezeri. Gel çıkar sahile seyredey Xəzəri. Peri 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 görme bed nezeri. Gel çıkar sahile seyredey Xəzəri. Kuştəy ötərəmmi, gülütəy bitərəmmi, İlahi arzuma bir gün yetərəmmi. Kuştəy ötərəmmi, gülütəy bitərəmmi, İlahi arzuma bir gün yetərəmmi. Canım canımı üzər, gözüm səni gəzər. Canım canımı üzər, gözüm səni gəzər. Peri peri peri, görmə bəd nəzərin. Gəl çıxar sahilə, şeir edək Xəzərin. Peri peri peri, görmə bəd nəzərin. Gəl çıxar sahilə, seyr edək Xəzərin.